heç birinizi yaddan çıxartmayacağam. Gedək indi davam eləyək oxazımızı. Harda qalmışdıq? Bir həftədə oxaz yazmırıq. Siz yazırsınız, mən yazmıram. Sizə yazdıram. Burada gözəl qəşəng datamız var idi. Bura hər şey eləyirdik. Hikmət, Şahin, hamımızın tam fikri burada olur. Tam şəkildə baxırsınız. Vaxt çatsa da əlavə şeylər də keçəcək, şeylərdən əlavə, kradlardan əlavə. Hə. Gözəl qəşəng dayanmışdı. İvana Hevit deyə burada. Deməli, birinci gedək girək bizim admin panelimiz var idi, eləmi? Admini. Hə? Admin. Admin nöqtə işləyəm, hə. Ağlım gedib React-da indeks. Hayda, bəli. Zarafat sağlım gedib React uşaqlar, üzürü sayın. Hə. Deməli, gəldik bura. Burada hər şey create mirate zad yazmışdıq da. Başqa nə yazmamışdıq? Edit yazmaq, delete yazmışdıq. Bu niyə? Bizim slice'ımızda problem var idi əvvəllər. Bunu yüngülvari az görsənsin istəyirdik. Əslində az görsənməməlidir zaten. Üstünə basanda. Hə. Amma ki, hə, silmişdik. Görək, indi şey eləsək problemsə. Hər hansısa bir errorumuz var. Şeydən başqa. Baxın. Bunlar zadın errorlardır. O zibil qoşmuşuq. Flow byte'ın errorlardır. Onlarda çox bir problem yoxdur. Item view, item like, item dislike deyil. Bu deyil. Print new cards. Bu bizə admin lazımdır. Tamam. Oy, getdi. Hə. Bunu şeylə də verə bilirsiniz. Adminin skript lazımdır. Bunu bu arada CSS ilə də vermək olur. Şey bilirsiniz, white space no wrap, text outline. Text outline zad bilirsiniz? Hə. Text outline-a nə verirdik? Adı var idi onun. Gözləyin baxacam. Bax. Text overflow, text outline, text overflow, ellipsis. Ellipsis verəndə nöqtə düşürdü. Əgər həmin şeydən qırağa çıxırsa, verdiyin widthdən qırağa çıxırsa. Amma ki, çox əlləşmirəm hal-hazırda ondan. Siz yazanda elə eləyin. Mənim kimi paput yazmayın. Biz vaxt getməsin deyə belə eləyirik. Nə deyirəm buradan? Nöqtə contentə bir dənə yenə slice eləyim görüm. O qədər də çox görsənmədi. Bir 70 dənəlik görsəndin. Bəsindir. Ayso. Bu qədər. Belə. Gözəl. Bu niyə belə krad yerində bura yan-yana düşmüş? Mən bunları yan-yana istəyirəm. Özdə i batını da ikisi də. Bu PY PX-i 6-dır buna görə. Məsələn, PX-in altını yığışdırsaq, buna görə. Ondan sonra gözəl qəşəng indi rahatıq. Gedək bir dənə edit hissəsini yazaq. Edit hissəsinə bu dəfə keçən də flow byte problemimiz çıxar deyə ikinci şey əlavə eləyəndə eyni modaldan. Hə. Özümüz əllə bir dənə edit hissəsi yazaq. Hə. Deməli, bu edit hissəsinə gedək bir dənə əlavə eləyək ki, on click, handle delete. Hə. Yaxşı eləmişdim. Mamba UI-da nə? Yox, dəyişmə, neyinirsən, qoy qalsın. Bir dənə inputlu zadda nəsə var. Bizdə form elementləri var. Var uşaqlar Mamba. Form. Pis deyil abi. Olsun da bunları alt-alta salarıq, bəs eləyər. Personal info. Tamam, bu yaxşıdır. İkisi bir yerdə gəlir. Aləm vurur bir-birinə. Başını bıraxın uşaqlar. Deməli, on click bura. Buna. Pen. Buna bir dənə edit əlavə edirik. Bildiyimiz şeylərdir uşaqlar, tez-tez eləyək. Düzdürmü? On click. Mən də deyin da necə eləyəcəyimi. On clickdə birinci handle edit işləməlidir. Birinci bu editim məni açıb bağlamalıdır, düzdürmü? Modalımı. Birinci bir modalım olmalıdır. Gedək admin işləyəndə normal bir modal yaradaq. Lap elə olsun burada, onsuz da zaten üstdə qalacaq, düzdürmü? Bu olsun, class yox, ID olsun, edit modal olsun. Buna bir class verək, maksimum widthini tutaq ki, verək. Nə qədər olsun? 450 piksel olsun. Ondan sonra background olsun. Biz bunu nə ilə qoşmuşuq? CDN ilə qoşmuşuq. Background silver olsun. İçindəki yazılar qara qalsın. Çox da vecmə deyil.
P3 olsun, ondan sonra rounded olsun, nə bilim 10 piksel, nə bilim nə. ID-ni biraz, ID qabaqda olsa nisbətən daha yaxşı olar. Belə hərəkətlər eləməyin. Bunun da içində inputlar olacaq. Ona görə indidən flex call gap 3 items center justify center desəm, içində də inputlarımı saxlasam, bu inputlara da müəyyən bir class verib, bunların hamısına widthlərinə full desəm, ondan sonra py-lərinə p-lərinə ümumiyyətlə 2 desəm, 3 desəm, roundedləri yenə tutaq ki 10 piksel olsa, bir dənə də placeholderlar olsa çox da pis görsənməz deyə düşünürəm. Və placeholderda məsəl üçün elə buradakı kimi yazaq da, editdə nə var idisə onun kimi. News title image date category description. Title image date category description. Tamam, bunları yazdıq. Gözəl qəşəng şəkildə. Bunun ikisinin də arxası silverdir. Edit modal. Bıcı silver. Yox, bu bunu sadəcə götürür. Nice. İndi oldu qəşəng gözəl. Ondan sonra burada bir dənə button qoysam, button da eyni bunun klasından bunda da ver, buttonda. Prosto bura bir dənə deyir ki, edit olasan sən. ISO, buna da bir dənə bıcı black. Text da white. Text da white. Ondan sonra siz nə edərəm? Mən müəyyən qədər buradan bax buna bir P3 vermişəm. Bir dənə də PY 4 deyərəm. Tutaq ki da PY 4 bura demərəm. Sən hara deyərəm? Bax. Yox, düz demişəm elə. P prosto ikisini bir yerdə deməm. Ayda uşaq belə deyək də, bunu bilirsiniz. Göstərmişdim sizə. 10 pikselin 10 piksel, amma bunu 30 piksel. ISO 40. Tamam. Əslində bunu topdan eləmək istəyirəm, nəsə boş ver. Bu da var. Belə bir şey olsa sizcə var? Bir dənə yoxlayaq. Belə görə bilmirik. Bir dənə baxaq. Var. Var. Millət var. 50. Deyir mən yazsam tutmadı. Bunu 10 eləyək. Hamısını 10 saxlayayım. Bir dənə, yox, bunu 20 saxlayayım. Qıraqları yuxarında 30 saxlayayım. İndi deyəsən Elvin niyə? Sağı da biraz çox saxlayayım. Sağı da. Yox. Bura bir dənə şey qoyum da. Adı nə idi? Symbol CC deyildi. Symbol cızıdan sıyımıbılı. Adam kimi ad qoyundan. Ən eynirsən, nə işə qalır? X hanı burada? X. Ayso. Bundan. Nə gözəldir. Mənə də bir dənə bundan ver. Bax, bundan ver. Bu divin içində bundan dursun. Bunun da bir sən necə bir şey olsun. Class background-u white olsun. PY P-si ümumiyyətcə 2 olsun. Round dedi 50% olsun. Circle da yaza bilərdik. 50% olsun. Və baxaq görək. Nə gözəl. Ondan sonra da absolute, ondan sonra da relative, ondan sonra da top. Göz şaba, arada belə şey də praktik edirik ya. Söz də praktik edirik. Left, right. Right neçə? 10 piksel.
Əla, super. Və biz biraz da deməli görürük ki, şeyi artırsaq bomba olar. Sonra paddingimizi biraz da artırsaq bomba olar. Hətta ki, heç paddingi artırma, get bura, nə? Ağıllı bir şəkildə bir dənə H2 yaz ki, edit modal deyə H2 yaz. Bu da gəlsin burada mərkəzdə dursun zaten. Zaten o bir dənə yer tutacaq da. Text tıxılı. Yaman böyüdün ha. 2 rem bold, text bold, font bold. Nətərin? Font bold. Məncə belə sol. Uje burada səy şeylərə ehtiyac yoxdur. Bir dənə P-yə məncə qaytar bunu. Belə desəm ki, 20 piksel, 10 pikselə məncə qəşəngdir. Vsyo. Mammadan əski modaldır. Məncə deyil yəni. Buranın qəşəng vaxtımız gedir. Həqiqi vaxtımız gedir. Yaxşı. Bir dənə indi bunu yazdıq. İndi bu olmalıdır necə? Gözəl. Relativ, tamam. Ayda bu da relativ olmalı deyək. Bu çıxmalıdır ekranda mərkəzdə, düzdürmü? Tamam. Buna da bir dənə absolute. Buna bir dənə Z100. ISO. Və max fit yox. Ümumiyyətcə width versən buna. Çünki artıq eni getdi. Aydın oldu uşaqlar. Eni getdi. Və transform translate məsələləri verməliyik. Ayda bunu burada verə biləcəyik biz. Buradan verməyək daha. CSS-dən verməyək. Bunu da gedək. Normal bunun içində yazsaq problem olmaz. Yəni da CSS deyirəm. Şeydən verməyək. Tailwinddən. Nə yazırdıq? Yadınızda? Deyin görək. Transform translate 50%-in harı getdi o? 50%-in 50%-in. Başqa nə yazırdıq? Mənfəlli araya yazırdıq. Tamam, nə olmadı? Deməli, biz yazırdıq ki, birinci top 50%, left 50%. Ondan sonra yazırdıq ki, transform translate mənfəlli yadınızdadırsa. Ondan sonra da gördük ki, kim olmuş? Bəli, super. Çünki bunu style'da verib admində belə bir şey çağırmamışıq. Əslində admin də CSS-i ayrı olmalıdır. Bu nəyindi millət? Bu nəyindi ki millət güya? Bu nəyindi style? Nə animation yazmışıq ki? Elcan işlər. Deyirəm də qardaş, məndən belə işlər çıxmaz. Özümü tanıyıram ki, mən birdən iki əldən animation yazmamışam. Bura bir dənə link qoyursunuz uşaqlar. CSS, ISO. Ondan sonra oy! Əla, super. Arxaya boz background qoyarsınız, eləyərsiniz. Öz işinizdir, yəni. Qarışmıram, hə. O artıq fantaziyalar. İndi bura edit modal X hissəsinə bax. Bura bir dənə 10 klik verirəm. Bu handle modal olsun. Tamam. Handle modal olsun. Bunun içinə false getsin. Çünki bu bağlanma düyməsidir. Düzdürmü? Bir də ki, burada da eyni düymədən var. Burada da eyni düymədən var. Gedirəm eynisindən. Burada da bunun içinə gedib deyirəm ki, bu da onu işlədir da, düzdürmü? Handle modal. Bu da handle modalı işlətsin. Vergünlə 10 klik yazsan. Buna da true deyirsən. Tamam. Ehtiyac yox. Buna da true deyirsən. Bu ona true ötürəcək, bu ona false ötürəcək. Handle edit, handle modal fərq eləmir. Handle edit yaz. Ondan sonra gedib aşağıda denək ki, qardaş, bizim
get val yox, postun altında window nöqtə handle modal bərabərdir. Functionumuz var. O bizdə nə edəcək? Birinci dərəcədən bunun içinə nəsə gəlir. Status. Tamam. Deməli, bu eləyəcək ki, document nöqtə get element by id belə bir şey. Tamam. Edit modal. Nöqtə style nöqtə display. Tamam. Bərabərdir. Bərabərdir. Əgər mənə statusun true gəlirsə, bunu elə flex, yox, gəlmirsə bunu elə none. Məncə bəsimdir. İndi bir dənə gedib baxıram. Bu oldu, bu oldu, bu oldu. Vəsə, bəsimdir. Yaxşıdır. Yaxşıdır. Onu bağlananda yenə bit 0-dan 100 aparırsınız, nə bilim, shadow madovzadır, yenə öz işinizdir, qardaş. Bir də statik olaraq bunun false olması üçün nə etməlisiniz, millət? Bəli. Çöldə bir dəfə bu handle modalı işlətməliyik və buna da false deməliyik. Ayda, window functionu çöldə işlətmək olur ki, salam əleykum. Ya da ki, belə eləyək də, statik olaraq buna, bax, bunu çöldə işlətməliyik ki, bax, ekran açsanda içinə false göndərməli deyilik. Hə. Ya da ki, çünki siz niyə deyirəm? Gəlib burada yazsan ki, bu function necə işlətirsən? Function handle modal, belə, handle modal, belənçi qayıdıb buna deyərsən ki, false. İtləsin də, baxaq. Problem çıxardır. Çıxartmırsa, belə davam edir. Yox, çıxartmır, super. Əla. Tamam, əla. Bir dənə də lap gedib oradan hidden verin statik olaraq. Basanda flex olsun, fərq eləmir. Hə. İndi buna basanda bunun məlumatları gəlməlidir bunun içinə. Düzdürmü? Birinci dərəcədə biz nə edirik? İçəridəki inputları tuturuq. Bəli, handle modalının içindəki inputları tuturuq. Ona görə burada nə qədər şey yazılır? Indeksdir, style'dır, admindir, script indeksdir, servisdir. Bunları hamısını bağla. Burada yazmış da bunun içindəki edit modalının içindəki. Onda edit modalı zəhmət olmasa edit modal. Bura belə verək. Const edit modal bərabərdir. Şurada indi onu da eləyəcəm, rahat olun. Query selector all. Edit modal. Edit imps. Tamam. Gedib nə deyirəm? Deyirəm ki, edit modalın içindəki, bunun içindəki inputlar. Tamam. İndi bu inputlar mənə gələcək 0, 1, 2, nə bilim nə. İndi mən bunun içinə doldurmalıyam məlumatları. Promoy bu function içində yaza bilərəm, çox da özüm yoxum. Başqa function da aça bilər uşaqlar. Ürəyiniz necə istəyir. Və gedib prinsipi 1-də həmin şeyi tutmalısınız siz. Həmin kartı tutmalısınız. Düzdürmü? Editə basanda. Prinsipi editə basanda buradan tək true göndərmirsən. Bir də bəli, news.id deyə bir şey göndərirsən. Gedib deyirsən ki, news fikir verdiniz, stringin içində göndərəm. Tamam, hər ehtimala qarşı. Nə desən ola bilər. News.id. Bura bir dənə də mənə statusdan başqa id gəlir. Tamam, həmin elementimi tapım mən. Datadan nöqtə find eləyirəm. Item.id bərabərdir mənə gələn id-yə. Bu da ki, const element. Tamam. News olar, element də olar. Tamam. Ondan sonra, bu gələndən sonra məndəki impulslarım var. Log edit impuls. Tamam. Bir dənə də buna baxım görüm çıxardırmı adam kimi nəsə.
yes çıxardır. Mən bunların valuelarını bərabər eləmək lazımdır nəyə? ISO. ISO. Ondan sonra mən bunların valuelarını bərabər eləmək lazımdır ki, məndə edit imps nöqtə, bu içində gəzib də eləyə bilərsiniz millət, çox da ehtiyac yoxdur hal-hazırda. Nə yazırdım mən? Edit imps'un sıfırıncısının nöqtə value'su. Tamam. Hə da, hə. Neçə dənə idi içində zaten? Bizdə date met yoxdur. Hə, date. Date'i niyə şey qoymadım mən? Date'i belə input qoy da. Input, date'im hanı? Date'in type'ı hanı? Date'in title'ını date qoy. Ondan sonra title, description, qalan ehtiyac yox. Hə. Nəsə 1, 2, 3, 4, 5 dənədir. 1, 2, 3, 4, 5. Ondan sonra 5, 1, 2, 3, 4, 5 dənəyə bura yazdım ki, 0-cı, 1-ci, 2-ci, 3-cü, 4-cü. Vəsə. Bunlara da gəlib... Yox, buradan baxmalısan ki, birinci inputum nədirsə, onu yazın. Element nöqtə title, baş üstün. Hə da. Element nöqtə title'dır, image'dir, date'dir. Başqa gördünüzsə? Image, date, kategori, bir də content. Tamam. Bunları bir dənə baxaq görə işləyir. Tamamdır uşaqlar, işləyir. Əla. Ondan sonra indi editə basanda, ay sol, editə basanda artıq məndə o şey handle edit buradır bax uşaqlar. Yəni on click handle edit. Hə, burada o şey edit məsələsini eləməlidir. Yəni ki, nə eləməlidir? Heç mənim burada servisdə edit deyə bir şeyim varmı? Yoxdur. Post, get, nə bilim nə. Buradan bir dənə də, buradan bir dənə də. Edit eləyəndə nə lazımdır bizə? Nə lazımdır? Burada. Nə lazımdır gələn? Başqa? Edit elədiyin elementin öz lazım deyil. ISO. Bir ID lazımdır, bir də news lazımdır. ID gəlir. Hara? Bura. Tamam. News da gedir string file içində. Bu da olur put. Qalan qalır. Düzdürmü? Create news yox. Bu da olur nə? Edit news. Bu da olur nə? Edit news. Ondan sonra gəlirsən bunun içinə. Deyirsən ki, qardaş, value'larım gəldi. İndi value'larımı yığıb bir obyektin içinə göndərməlisən. Məndə onu eləyən function varmı? Var. Amma ki, bu function onu eləmir. Bu function onu başqa. Bu get val eləyir. Bu get val 2 function deyə bir şey yazmalı. Function formun sıfırıncısı da. Bizə formun lazım deyil. Artıq o bir şey element nə idi? Edit input tutarım. Onu yazmaq üçün. Edit inputun sıfırıncısı. Edit inputun. Düzdürmü? Birincisi. Editin ikincisi. Editin üçüncüsü. Papa John's'da bir modalın üstünə ikisini yazmışdıq. Yadındadırsa. Kategoride dördüncüsünün value'sudur. Like, dislike bunlara dəymirəm. 3, 4, 5. Tamam. Bizdə mən bilən bu şey işlədir. Get val 2 olsun da, bəs. Ondan sonra gəlib nə deyirəm bura? Deyirəm ki, məndən olacaq. Məndən olacaq. Bir dənə get val 2 hansı function içində yazıram? Handle edit. Gördünüz? Gedib deyirəm ki, məndə handle function handle bunun kimi yazmalıyam da, window function yazmalıyam. Düzdür uşaqlar? Nöqtə handle edit deyə bir function var. Və o function məndə bilirsiniz nə edəcək? Birinci məndə edit olunan obyektimi götürəcək. Yəni ki, bunu
get val 2 eləyəcək. Ondan sonra ID-mi götürməlidir. Edit olunan obyektimin içində ID var. Yoxdur. Düzdürmü? ID-ni götürməlidir buradan. Hə, məcbur. Edit ID deyə bir şey yaradıram. Buradan gəlib bunu bərabər eləyəm buna. Deyirəm ki, millət ID-ni götürməliyəm axı, düzdürmü? Bunu eləyəndə. Hə, buna gəlib deyərəm ki, ID gələndə buradan mən bir dənə get denən ki, edit ID bərabərdir. Var Rəşid. Deməli biz buradan handle edit basanda post edit göndərməliyik də. Biz buna bir ID göndərməliyik, bir obyekt. Obyektimiz hazırdır, göndərəcəyik bunu. Tamam, ID-ni hardan tapaq göndərək? Edit obyektin içində də ID göndərmirik axı. Tamam, özü avtomatik. Yəni ki, ID-ni göndərirsən, ID-ni götürəndə tutmuruq axı inputlardan. Hardan götürək ID? ID-ni editdə göndərmək lazım deyil, Rəşid. Dəyişdirmək üçün. Bilməli deyil, hansını dəyişdirməliyəm. Hə. ID-ni hardan tapaq? Inputlarımızda yazılmayıb. Yuxarıdakı bu göndərdiyimiz ID-dən, handle modalın içində. Tamam. O da bu function içində qaldı axı. Qalmadı bu function içində. Qaldı da. Ona görə bir dənə global dəyişənə bərabər edirəm edit ID-ni ID. Onu da gəlib burada işlədirəm ki, edit obyektini tutandan sonra məndə bunun adını nə qoydum? Edit news. Tamam. Məndə edit news'u işlədəsən, edit news'un içində bir ID göndərəsən, edit ID-ni. Tamam. 2 də edit obyekti göndərəsən, bir də ki, bunu belə eləmədən qabaq, göndərmədən qabaq, səhv çıxmamışdan qabaq, birinci gedin baxın ki, bu hələ mənə nəsə gəlirmi? Tamam. Hələ bir adamdırmı? Adam olubmu? Baxırıq ona. Tamam. Gəldi. Editə basanda gördünüz, deyir handle edit is not defined. Çünki buradakı functiondan buradakı function tutmur böyük ihtimalle deyəcəm. Yo, düzdür da. Window handle edit. Oo, səhvi deyim uşaqlar. Bizdə bu açsanda statik olaraq ekranda nə olur modal? Hidden. Bağlıdır, görünmür. Tamam. Düzdürmü? Mən bilirsiniz necə? Ona görə həmin button, ona görə də biz məsəl üçün nə edirik? Ekran açsanda görünmür. Olmur elə bir şey. Edit modal deyə də bir şey olmur. Ona görə gedib bunları deyirsən ki, qardaş, bu bilsən nə vaxt tut bunları? Edit modalım açılanda. Gözlə bir dənə. Nərə çəkir Koroğlu, məlum eləyir nigar istədiyini. Hə. Handle edit is not defined. 20 neçə? Admin HTML 25. Handle edit. Başqa yerdə işlətmişik bunu? Yox. Function nəyini yuxarıda işlədim? Mən handle modal deyə bir şey olmur və bu ekranda açan kimi götürmək istəyir. Nə? Basan kimi gərək göndərə, post heç edit eləməmiş şaqqıltı ilə göndərəcək. Görək, bir dənə baxaq görək. Məsəl üçün bu olmasa həqiqətən işləyir. Belə bir şey olmasa, qardaş. Bu statik olaraq açıq olsa ekranda. Birinci baxaq görək bundandır problem.
Yox. Yox. Edit inputs. Dəymə, dəymə. Bunlar yuxarıda qalsın. Edit modal. Məlum eləyir, nigar istədiyini. Hə, bəli, olur. Bəli. Dediyim kimi uşaqlar, ekrandan gedir deyə olmur. Ekrandan ümumiyyətcə hidden olur. Tamam. Və ekrandan hidden olanda mənim birbaşa ekran açan kimi funksiyamı tutur axı. Funksiyamı görmür. Mən nə yığışdırmaq? Biz sən nə etmək olar? Ayda bunu bunun içinə salmaq. Daha doğrusu onu yox, bunu var ha, handle etdi. Amma basanda işləyəcək birbaşa da. Promoy artıq açsanda işlədi. Yazdığımız koda baxayım. Şeyin dərdindən, Windows-un dərdindən. Amma işləməyini gözləməm belə də. Statik olaraq false açıl. Görəsən. İşlədi. Sən nə eləmişdin? Nə? Hə. Refresh atmış. Kimdə refresh atır? Hə. Sən açanda bəlkə də bunun içinə eləmişdin editi. Hərdə şey modalı idi bu. Adı nə idi? Flowbyte-ın. Nə? HTML-də modal hidden olurdu, yoxsa Flowbyte-ın hansısa kitabxananın idi? Hidden kimdir? Hə. Hidden olursa aslında görməməm. Sən məsələn burada yazsın da, HTML hissəsində, JavaScript-də yazsın. Məndə HTML hissəsi HTML-in özündə idi. JavaScript-də bir dənə onu açıb bağlayan edit funksiyalarını göndərən funksiyalarını istiyorum. Edit hissəsinin içində idi JavaScript-də. Nəsə deyir baş. Baxarıq sən Sulvada, yaxşı? Ümumi baxarıq bir dənə. Bir dənə baxın. Tamam, vəsə. Əla deyir uşaqlar, əla. X-a basanda reading title niyə verir? Üstə X-a basanda. Başqa vaxtı yox. Hayda, X-a basanda da artıq bu işləyir axı. Hə. Əgər buna da gəlib deyə bilərəm ki, əgər status məndə true-dursa bu işləsin deyə bilərəm. Çox məntiqlidir. If status true olan vaxtı bunları işlət, yoxsa işlətmə. Məlum eləyir, nigar istədik. Baxın. Yes. Gördünüz? Bu yes nə qaç durdu? Telefona baxmayın. Alaram. Hə. Deməli bunu yazdıq. İndi bir dənə qaldı bunu göndərmək. Bu da işləsə pis o da, yəni. Bundan şey kod yoxdur. Bundan daha kitayski kod görənməzsiniz uşaqlar. Axtarsaz da görənməzsiniz. Çünki vanillada limitləri bilirsiniz nə edirik belə, alqadırıq. Hə. 100%. React-i keçəndə siz necə bir şey olasınız belə. React-i keçəndə
belə sevincək kimi bir şey olasınız ki, ay Allah, bu nədir keçirik da belə. Bilirsiniz dəfə mən React-da başladım, öyrəndim. Bir 2 ay sonra gəldim, tələbələr var idi. Mən uje bilirsiniz necə? Uje əsgərlikdə starş olursan, mən starşıyam da, React bilirəm. Index HTML yazan tələbələr var da, Vanilla JS yazan. Bəs Elvin burada problem var. Gəl bax, baxdım ki, ay Allah, bunu nətər yazırlar. Hər yazır, hər dəfə index HTML-in içini təmizləyir, nə bilim, plus bərabər bu boyda şey atır. Nə bilim, belə şeylər yazır, başa düşdün? Uşağın koduna başa çatmıram da indi. Bilmirəm nə deyim, başa düşdün? Hə. Yəni çox, yəni React-ı öyrənəndən sonra Vanilla çox qəribə gəlir ki, mən bunu nətər yazırdım. Deyirsən ki, əməlli başlı mən başım var imiş, yəni bunu yazırmışamsa. Ay, bir yerə baxaq. Hə. Baxaq görək. Bir də baxaq görək, məsəl üçün bunu title 5 edit eləyək. Bu olsun title 555. Sən də tarixin ol bundan. Tak, getdin, bastın. Baxaq görək bir dənə. Yox. Yox, aşağıda deyil. Artıq ID-yə də ehtiyac yoxdur. Edit ID-ni görürsən. Artıq buna da ehtiyac yoxdur. Edit obyekt. Get val 2. Tamam. News. Title, image, date. Edit inputsun sıfırıncısı. Bunu edit obyekti çıxarıq da zaten bizə gəlir. Gözəl şey. Məsəl üçün title 6. Bayaq belə bir problem deyirdi bizə. Bayaq deyirdi, yoxsa? Hə, bayaq bunu açmamış. Edit object is not defined. Window, da, millət, niyə da? Hə, bunu səhv yazmış axı. Baxaq. Bildiniz, çaşıb çöldə yazmışam. Siz də demirsiniz. Handle modalın içində yazmışam. Modalı açanda gedir, post eləyir. Bildiniz? Hə. Title 55. Bunu da Bobtali. Bobtali kimdir? Məlum eləyir. Yes. Dəyişdi. Tamam. Gözəl şəkildə dəyişdi. Slice-ını vermədi, olsun. Çox da problem. Əsas odur dəyişdi. Yəni editimiz işləyir. Tamam uşaqlar. Edit tamam. Edit tamam. Like, mic, dislike. Tamam. Like, dislike-da problemimiz var idi. Datadan əlavə eləyərsən. Bir də ki, lap deyərsən ki, bunu eləyəndən sonra, handle eləyəndən sonra get yenidən kartsı. Buradakı karts yoxdur. Data yoxdur. Hə. Əllə əlavə eləmək yerinə bunu da deyə bilərsən. Admin paneldə çox da bir şey yoxdur deyə. Datanı eləyərsən. Get data var idi. Get all news var idi. Get all news'u bir də işlədib bunu içinə atarsan. Ondan sonra da print kartsım harda idi? Print table. Tamam. Ondan sonra da bir dənə də print table işlədərsən. Bu da gedib avtomatik edit eləyir. Məsələn, description-ın birazını silək. Bura deyək ki, zordur. Zordur. Tamam. Bura edit basaq. Gedək görək ki, heç nə olmadı. Sən şey lazımdır, danışdırayım. Basırıq da göy kimi şey. Nə deyir? Data for each inşallah eləməmişəm. Yox, nətər yuxarıda necə tuturam yoxsa? Yox, eləməmişəm. Get all news. Await yazmamışam uşaqlar. Tamam. Hə. Async. Birinci bunu gözlə, zəhmət olmasa. Edit obyekt, get val 2. Bunu gözlətmə, bunu gözlətmə.
Bir də ki, edit news'u göstər. Edit news olandan sonra zəhmət olmasa bunu. Məlum eləyir, necə istədiyini, asta-asta. Gördün? Avtomatik oldu. Bir də ki, bunu basanda artıq deyərəm ki, bunu basanda handle edit işlədəndə, handle modalda işlət, ISO. İçinə false göndər. Tamam. Artıq zaten false gedəcək deyə bura işləməyəcək. Bizdə ID-yə də ehtiyac qalmayacaq, find-a da ehtiyac qalmayacaq. Çox da vecimizə deyil ona görə. Bir dənə də baxıram, məsələn buna bastın, opsiyanı sildin, H qoydun, bastın, əlavə elədin. Şu. Editi əllə, məllə, mexanik şəkildə yazdıq, qutardıq. İndi qaldı bunun nəyi? İndeksi HTML-lə. Buradan bunu CSS-lə düzəldərsə zəhmət olmasa. Buradan like eləmək. Put patch məsələsi də. Tamam. Burada mock API-da sizdə patch atmağa imkan vermir. Tamam. Şeydən verir. Postmandan verir. Postmana şey qoymayıb. Hər hansısa bir restriction qoymayıbdır. Heç nə qoymayıbdır. Amma ki sizdən atanda kurs xətası verir. Aydın oldu. Amma ki sizə bir söz deyim. Bizim fikir verin. Biz hal-hazırda edit eləyəndə burada şey zad göndərdik. ID, nə bilim, deyir hə. Like, dislike göndərdik. Göndərmədik ki. Amma da hələ də bunun içində like, dislike zad durur. Görsüz durur. Millət, hə. Bunlar elə yazıblar ki, bunun kradını, mock API-nin kradını. Sən put əməliyyatını eləyəndə həm patch kimi, həm put kimi işləyir. Həm dəyişdikləri gedir, dəyişir. Bir dənə yox, 5 dənə dəyişsən, 5-ində gedir, dəyişir. Dəyişmədikləri də özü əlavə edir. Aydın olduğu necə işləyir. Ona görə like-da da elə putla yazılır və problemi çıxmayacaq. Bildinizmi? Yəni ki, gəlib buradan like-a, dislike-a çox sadə. Bax, like, dislike, admin yox, indeksin içində də. İndeksin içində nə deməliyik? İndeks. Oy. İndeksin içində yox. Biri də mənə demir ki, Elvin, script indeksin içində. Bu like, dislike-ı burada yazmışıq. Düzdürmü? Tamam. Burada ikisinə də 10 klik əlavə eləyərəm. Tamam, 10 klik əlavə eləyərəm. Bu handle like olsun. Çox da fikirləşmirəm function. Buradan nə göndərərəm, millət? Tamam. ID. ID-dən başqa ağlınıza gələn nəsə varmı? Bir də ki, millət, məsəl üçün like-ın saytını yox. Like-ın sayını artırmalısan, düzdürmü? Tamam. Hə. Like-ın saytını artırmaq üçün mən gedib find-dan zaddan tapmağın yerinə deyirəm like, dislike-ı da elə buradan yollayaq da. Bir dənə dəyişəndir cəmi. Məsələn 74-dür. 74-ü götürdün, 75 elə göndər. Düzdürmü? Bir dənə getdənən ki, mən şeyi də götürürəm səndən. Item nöqtə like-ı da götürürəm səndən. Səndən də dislike götürürəm. Ondan sonra get bir dənə burada function yaz. Buranın da importu var, yes var. Düz. Bir dənə də tur göndərəcək. Düz deyir. İndi onu yazacaq. Handle like yazdın, bərabərdir buna. İndi bu iki yerdən bir yerdən iki function işləyir. Mənə birinci ID gəlir, like, dislike nədirsə o gəlir, count-u gəlir, like-ın, dislike-ın. Bir də ki, mən bilməliyəm axı like-ımı artırıram, yoxsa bəli, dislike-ımı artırıram, düzdürmü? Hə. Like-ımı artırıram, dislike-ımı artırıram. Ona görə mən bilməliyəm ki, mənə like-dir gələn, yoxsa dislike-dir gələn. Hə. Ona görə gəlib buradan birinə mən true göndərəm. Like-a true göndərəm. Həm də like-a heç nə göndərmirəm. Heç nə getməyəndə onsuz da undefined olacaq. Undefined da zaten nədir? False kimi bir şeydir. ISO.
Gedib deyirəm ki, əgər məndə status if aydın. If status true'dursa, məndə neynə? Deməli item məndə neynə? Like olaraq göndərəcəm. Deyilsə dislike olaraq. Əgər like-dırsa, mənim obyektim olacaq belə. Const obyektim olacaq. Like bərabərdir. Count plus 1. Tamam. Plus göndərir, əməliyyatı eləyir, sonra artırır deyə. Əslində yox, burada alınar. Olar plus. Olar deyə düşünürəm. Məsələn, gedək baxaq görək. Əgər yox, else status false-da, yəni dislike gəlirsə, artıq obyektim olacaq bilirsiniz nə? Və yaxud bunu burada təyin eləyərsiniz. Bunu burada təyin eləyərsiniz. 2 dəfə yazmağın yerinə, const obyekt yerinə let obyekt yazarsınız. Əgər like-ını da qoyarsınız, tutaq ki 0-da statik olaraq. Əgər status true-dsa, obyekt nöqtə like-ı plus eləsin. 1. Tamam. Amma ki dislike deyə bir şey yoxdur ki. Obyekt nöqtə belə yazsam deyən görüm. Fərqli şeylər yoxlayırıq. Tamam. Obyekt nöqtə like bərabərdir. Count plus 1. Obyekt nöqtə dislike bərabərdir. Yukarıda obyektin size aynı şey beraber edecekse, obyektin like beraber count, obyektin dislike beraber count. Hə? Yukarıda yedisi beraber edecek olacak da. Obyektin like beraber count, Arkadaşlar deyəm. İndi deyəm. Belədirsə, deyən görüm obyekt mənə çıxardır mənə. Obyekt. Dislike avazanda aşağı getməlidir. Counter zaddır bu. Hə. ID nədir? ID kimdir? Hə, bu. Çünki item.id yerinə static ID yazmışam bura. Biri də demiş ki, admin item.id. Bu. Basanda Oy Allah. Hara getdi hə bu? ID bərabər 5 kimdir? Bunu kim yazıb bura? Deyən hə. Nə? Bunu Elcan yazmış olar. Deyirəm də, bunu Elcan yazmış. Qardaş, bunu sil, ay Allah. Deyir like alırsan da Twitter sevməsən. Bunu dəymə buradan, zəhmət olmasa. Target blank zad da qoy bir. Hələ. Ayrı səhifədən index, news, htm, page, page deyə bir şey var idi bizdə. Yo, index və htm. Hə. Baxaq görək nə var, nə yox. Nə 2 saat ümumiyyətcə yox. 2-dən yox, konsolluq işinə çıxartdım bir lazım da. Yəni, indeksə script indeksi bağlamışam. Bu da var burada. Handle like da var burada. Hə. Azarın nədir? Dərdin nədir? Azarın nədir? Biz səhv yerə qoymamışıq spana. Ayda spana yox, mən i-yə qoymalıyam bunu. Əş yox. Qarda, ümumiyyətcə, ay uşaqlar, ümumiyyətcə şey çıxmır. Konsolluğa heç nə çıxmır, gözəl insanlar. Ki, yəni, sən bunu səhv yerə vermirsən.
Spanların içinə vermişəm. Heç nə olmayan spanların içinə. Hə, yazının içinə vermişəm da uşaqlar, şeyin içinə yox. Yazıya bassaq olacaqdı əslində. Çıxacaqdı. Bax buradakı yazıya vermişdim bunu. Ümumi divə verməyə əvəzinə. Ümumi divə də vermədim indi, yenə like butonuna verim. Hə, bax nə çıxdı? Like 17. Nə çıxdı? Like-la. Like-la. Like 65. Like-la. Ayda. Düzdür. Düzdür. Burada 3 dənə şey göndəririk və burada bunun statusu 3-cü tutum. Sırf ona görə bildim. Bildiniz nə tema? Deyəsiz bilmədim. Yox, sırayla bilsə necə? Bax burada məsələn birinci dəyişən olaraq statusu göndəririk da. Bu status ID count deyə götürür. Burada da gözləyir ki, status ID count, buradan amma 2 dəyişən gəlir. Ona görə statusu qoy axıra ki, ən axırda getsin və səndə problem çıxartmasın. Üçüncü dəyişən varsa var, yoxsa undefined. Vəsə. Yenə konsoldadır. Hə, like. Dislike. Salamatdır. Obyektimiz salamatdır. Qaldı bunu göndərmək. Düzdürmü? Qaldı bunu göndərmək. Heç şeyim yoxdur. Servisdə belə bir şey yoxdur. Servisdə gedək deyək ki, zaten sən də putsan, sən də ID götürüb qəbul eləyəsən, sən də obyekt... Heç nə yoxdur ki, da. Heç nə yoxdur, millət. Yəni, function yazmışıq da, yəni... Hə, şeyin, backendin bu cəhəti zordur. Məsəl üçün, biz hər şeyə ayrı bir şərbət yazırıq, hər belə boğaza uyğun. Hər zəhərə ayrı şərbət deyilir, eləmi? Hər zəhərə uyğun ayrı bir şərbət veririk. Şeydə belə eləyir, kontrolcu, kontrollu backendçilər içində bir şey dəyişirlər. Buradan baxın, backendçilər gəlib öldürəcək. Edit nə? Edit like. Put node. Zarfası bir baxın görək gözümüzdən qaçan nəsə var. O yoxdur ki, yəni zaten like. Nədirsə. Burada like artıq news olmaz. Ya da dislike da indi adını nədirsə onu yazın. Hə. Script index gəlib burada hər hansısa birini eləyəcək. Eləyəndən sonra gəlib yazacaq ki, edit like idi. Edit like-ın içinə tutdum. Tamam. Edit like-ın içinə nə gedəcək? Bir ID gedəcək. Bir də ki, obyektim gedəcək. Düzdürmü? Tamam. Bunlar gedəndən sonra da async await. Bunlar gedəndən sonra da gedib əllə dəyişdirməyəcəm. Əllə ürəyi istəyir dəyişdirin. Aslında performansa daha yaxşıdır. Əllə dəyişdirməyimiz daha uyğundur uşaqlar, məsəl üçün. Hə. Mən demək, yenidən fetch atmamaq, əllə dəyişdirmək. İndi bizdə məcburuq ekran təzələməyə deyə bir dənə də datanı nə edəcəm? Get all news edəcəm, düzdürmü? Datan bərabərdir. Get all news. Qoyarsan bura. Await yazarsan. Tutaracaq, gedəcək. Əslində get datan işlətsə bəs eləyir daha millət. Neyinəm ki, bu qədər əziyyət edəcək? Düz demirəm. Get datan içində zaten bunu yazmışam. O biz tərəfdə deyəsən elə. Şurada get datan için işlətsəm, ekranda yeniləyir. Console log obyekt buna da heç ehtiyac yoxdur. Yəni. Ehtiyac var. Necə adı istədiyini Obujun bir görmə gəlir işləmin birisi. Yox, bunu refreshlə bağlıdır ki. Refreshli gəldi. Nə? Çünki refresh eləməmiş işləyir da, hələ götürməmiş. Bax, indi belə elədim, 19, belə elədim, 20. Tamam. Zaten olmamalıdır. Sən niyə bir şeylə 2 dəfə like ata bilərsən ki, girən kimi? Hə. Ya, bizdə refreshdə problem var. Biz get datanı çağırmadıq.
Get data nə edir bizdə? Datanı get all news'a bərabər eləyir. Oradan da print new cards. Ayda, millət aşağı. Yox, content new datanı eləyirmiş bilsiz nə? Bax, gəlin göstərim sizə. Bilsiz hardadır indi title 124 olan, deyə burada. Ekranı yeniləmirik millət. Bunun üçün boşaltmır. Content news.html bərabərdir boşluq. İndi baxıram. 14 1 Yaxşı. Artıq registrasiya məsələləri, bir şeylə bir like atmaq, hiss elədim ağzını açıb onu deyəsən. O indilik deyil. O indilik deyil. Bizim işimiz bu. Nə? Nə deyir? Hə, ikisi ilə, bunu type-ını radio ver. Amma ki, radionda valuesunu saxlamalısan hardasa, başa düşdün? Məsəl üçün onu da saxla şeydə. Yox, lokalda məsəl üçün. Tamam. Ki, ekran açsanda qalsın məsəl. Refresh verəndə lokal getmir, yenilənmir, yox, lokal. İşləyirmi? İşləyir. Amma millət, view məsələsi də bundan eynidir da. Düzdürmü? Tamam. View nə? Yazaq? View-nu da yazaq. Nə? View-nu nə? Niyə ki? Yazırıq da. Yaxşılıq edirdin. Nə? View da tam olaraq eyni. Yəni bir dənə bunun bir dənə, bax məsəl üçün title altının altına item title yoxdur. Bura bir dənə Hanı bunun title? Title altı. Hə, title buradadır. Bura bir dənə gedin deyin ki text underline, heç text deyil də, normal underline idi. Underline. Nə oldu? Tamam. Bunun hover zad qoyarsınız ki, buna basanda underline olsun. Tamam. Hə. Sonra buna gedib, bayaq burada yazan yazmışdı. Geçsin det.html, details.html, tamam. Det. Burada gedib buna, bunu A qoyursan, təbii ki artıq. Hanı mənim title'ım? Getdi bura, deyir burada. Hə. Bunu gedirsən, A eləyirsən ya da içində yazırsan, ürəyiniz necə istəyir. A elədim. Buna gedirsən, refinə verirsən ki, nə? Bundan, amma ki, ayda bu kimdir, qardaş? Bura niyə bu qədər şey gəlir? Aurora, backname, bu qədər query olar. Məsələn, gedirəm baş hissəsini kopyalayıram. Gedirsən, buranı götürürsən. Sən bir dənə təzən refresh at. Tamam. Buranı gedib nə edirsən? Deyirsən ki, ref hara gedəsən. Tamam. İndeksə işləyəm. Burada det.html qoyasan. Burada sual göndərəsən ki, ID bərabərdir nə? ID bərabərdir item.id-yə. Tamam. ID-sini göndərəsən, refini qoyasan. Blanka zada ehtiyac yoxdur. Elcan bu teqlərinə ehtiyac yoxdur. Onu bir dənə div eləyək. Onu blankanı buradan silək. Bunu zaten backtick-in içindədir. Ona görə ehtiyac var. Baxıram. Yes. Yox. Məndə millət. Index.html 127. Birbaşa şey olaraq dəyişdirmir. Bunu buradan belə qoysam, birbaşa dəyişdirərsən. Yox, belə də dəyişdirmir. Onda bir dənə gedək. Det.html. Lap gözəl, lap gözəl. Əla.
Tamam. Yazırsan ki DT-HTML getsin, düzdürmü? Yəni Windows.location kimi işləmir da, kökdən dəyişdirmirsən, sadəcə slash əlavə edirsən. Düzdürmü? Hə, buradan da gələrsən, burada gedirmi? Bax, title 55 göndərəndə ID-si nə gedir? Heç nə. Çünki gedib ID yazmışıq böyük ehtimalla, item ID yazır. ID-si yoxdur ki onun. Ha. Bu kimdir? Moqtan ola bilər, yüngül vari. Tamam. Bizdə çox da ehtiyac yoxdur. Gedib zaten şey tutacağıq da. İçindəki getval ID deyə bir şey tutacağıq. Ondan sonra data girəndə nə deyirik? Deyirik ki, bizdə skriptim var burada. Bu skriptə nə tutacam? Yadınızda nə edirdi? Const məndə nə bərabərdir? Params bərabərdir. Hələ location nöqtə search hissəsini gedib tuturduq. Düzdürmü? Düzdür uşaqlar? Tamam. Bu bizə nə verirdi? Params. Bunu verirdi. Düzdürmü? Bunu da gedirdik. Const ID-ni promote deyirəm ki, bura. New URL search params nöqtə get ID. Bir də loqa da ver ki, görüm da nə çıxartmışam. Loqa bax elə. 5 Klass bərabərdir. Ayda, millət, burada yazı xətt. Mən də deyirəm klass bərabərdir nədir? Herefi bağlamamışam. Klass bərabərdir. CSS-in klası deyil oradakı şey. Hə, bildiniz? Hə, biz də baxırıq ki, klass bərabərdir nədir? Hə. Hə. Tərtəmiz altı, tərtəmiz altı. Hə. İndi şu da, hə. Bunu bura çıxartdısa, altı burada varsa bu heç. Partdan yenə get all eləyib, şeyi çıxardarsınız, tamam? Get əməliyyat eləyib, kartı çıxardarsınız. Gərək şey hissəsinə, bunun artmaq hissəsinə. Tamam. Əgər sənə də klik olunub içvə girilirsə, yəni içvə girmək olursa, buna bir 10 klik. Buna bir 10 klik. Düzdürmü? 10 klik. Bərabərdir nə? Handle view. Düzdürmü? Handle view. Handle view-nun da gedib deyəcəm ki, handle view sən functionsan. Tamam. Sənin də içində item.view gedir. Bir də ki, item.id gedir. Tamam. Burada da əslində bunun içində də yaza bilərik millət. Tamam. Amma ki, qaçışdırmıram. Niyə eləyim ki? Düzdür. Tamam, qaçışdırmıram. Əslində yaza bilərik. Çünki burada tamam fərqli. Burada da view deyə bir şey göndərərəm. Əgər view-dursa, obyektin içində view-nu artırar bir. Düzdürmü? Amma ki, ehtiyac yoxdur bizə. Yəni, mazaq istəyirəm. Tamam. Sən 2 dənə şey gəlir. ID gəlir. Bir də view gəlir. Tamam. Və bunun içində gəlib deyəsən ki, zəhmət olmasa, elə edit like düzəltsək bəs eləyir da millət. Eyni bu servisdən bunu işlədə bilərik də, bu əməliyyatını.
Millet, bunu niyə yazdıq cümlətcə? Bunu işlədə bilərdik daha. İkisi də put əməliyyatı deyil. Biz niyə 2 dənə put əməliyyatı yazmışıq? Ağlımız yoxdur. Niyə deməmisiniz Elvin ki, niyə 2 dənə put əməliyyatı yazmısan? Niyə deməmisiniz? Fərqi nədir? Sən birində fərqli obyekt göndərsən, birində fərqli obyekt göndərsən. Fərqi var. Edit. News. Tamam. Edit like get. Yəni görək. Təşvik gedir. Görək. İşte yəni. İşləyirmi? Bildiniz nə deyirəm? Məsələn, uşaqlar bir dənə put əməliyyatı yazmışıq bura. Tamam. Mənə çox təzəli 3-4 dənə davam eləyirik. Demək, siz nədir millət? Biz put əməliyyatı fərqi var biz burada news'un içində nə göndəririk? Yəni news olaraq fikirləşməyin, bunu bura gələn bir obyekt kimi fikirləşin. Put əməliyyatında nə göndərsək, dedim ki, put patch kimi işləyir da. Dəyişdiyini dəyişdirir, obyektin içində like göndərmirsən, image content dəyişdirdiyini dəyişdirir, dəyişmədiyini köhnəsini salır ora. Tamam, bunu like üçün deyir, dislike üçün deyir, view üçün deyir, göndərdiyimiz edit o 4 dənə dəyər üçün deyir. Mock IP-dir deyə beləni eləyir. Başqasında yenə bir dənə put əməliyyatını yazasan, patch əməliyyatını yazasan, patchlər üçün bütün patchlər işlədərsən, putlar üçün bütün putlar işlədərsən. Yenə eyni məsələdir. Yenə eyni məsələdir millət. Başa düşdünüz? Heç patch yazmayasan, hamısını put yazarsan, hamısında yenə eyni şey işlədərsən servisi. Çünki əlavə CRUD, yəni C-R, U-D, yəni 4 dənə şeydən, create-dən, update-dən, delete-dən, read-dən, create C, nə dedim, create, update, read, delete-dən olan bir şeydə, oluşan bir şeydir, 4 dənə. Bundan artığı yoxdur, biz 5-cini yazmışıq bura. Bildinizmi? Ondan sonra script index, window handle view-da yenə gedib deyəsən ki, qardaş, get denən ki, edit news-u göndərəsən yenə mənə. Await-lə. Heç qıraqda da şey yaratmıram ha. Yəni gedib deyirəm ki, beləsinə bir şey eləyirəm ki, sən göndərəsən birinci ID-ni, ikinci dəyişən olaraq da buradan view-nu göndərəsən. Oyda, indi bir dənə belə bir şey eləyim. Belə olmayacaq. Şu. Tamam, şurada. View plus 1. Tamam. Ondan sonra da istəsəz bura view-nu verək və özündən sonraki view-nu görək. Getdik, girdik. Neçə idi o? 47. Ekran təmizləməsi yenə eləyə bilərik də burada. Artıq bunu elədimsə, nə? Bir dənə get data. Düzdürmü? Get data. Bayaq mən get datam niyə işləmirdi? Await-ə görə. Sıfırlamamışdı. Düzdür. Baxıram. 47. Qayıtdın. Yoruldum vanilla ilə işləməkdən. Burada refresh at elə qayıt. Oldu deyəm. 43. Əslində bura qaydanda bu refresh verir və gedir fetch atır. Fetch atırsansa, qardaş, sən gətirməlisən.
ekran açsanda get data işləyir da. Datada get all news eləyir. Bu mənlik bir şey deyil ki, bu birbaşa mokluq. Bunu belə eləyəndə bax 49, 50 elədin. 50 elədim. Bu getdi 50 oldu. 46 idi. 50 oldu. Şurada 50 olmusansa arxaya qaydanda da artıq 50-ni verməlisən də. Canan yenə nərə çəkir Koroğlu. Bir dənə 2 dəqiqə gözləyin. Başqa bunu necə həll edə bilərik? Şeylik problem deyil. Bir dənə qaydanda yox millət, bunu zaten əllə artıra bilərik. Onu əllə artırmağı görmüşük. Tamam. Əslində demişəm də ki, normal usul JavaScript üçün odur. Bir də fetch atmamaq, əllə artırmaq. Tamam. İndi belə rahat olsun deyə biz əllə artırmırıq. Gedirik yenə sorğu atırıq. Əslində yaxşı bir şey deyil. ID-yə görə buradan datanın içindəki həmin elementi tutursan, onun şeyini artırırsan. Count'unu artırırsan. Əslində o da refresh olunur deyə data hər dəfə məndə. Məsəl üçün getdi bura. Bura getdi, bu details səhifəsidir. Tamam. Buradan qaydanda məndə necə yəni bir də fetch atmır bu. Network-a gəl. Fetchlərə get. Qayıt. News. Atdı da fetchi. Düzdürmü? Atırsa fetchi yeni datanı gətirməlidir. Amma ki yeni datanı ilk dəfədən gətirmir. Yəni bu fetchdə gətirmir, bu fetchdə gətirir. 61. Qayıt. 61. Atır amma köhnə data ilə işləyir. 62. Bu bizlik bir problem deyil. Amma ki view'umuz işləyir. Yəni əlimizlə bir də ekrana gəlindən sonra window reload deməyimiz heç özü tema deyil da millət. Yəni belə tema zad deyərsən. Hər dəfə. Onun içində. Tutaq ki. Yoxsa bu dəfə hər dəfə olacaq. Tamam. Get data, reload, yenidən get data, yenidən reload, yenidən get data, yenidən reload, yenidən get data. Ekrana qaydanda olmalıdır. Bizdə view-da deyil məsələ. Gəl, yoxlayaq. Get data ilə, ondan sonra window nöqtə location nöqtə reload elə. Bu çox popular tema. Yox, heç sən basmamışam. Oldu ki 60. Evet, bu köhnə dataya fetch atmaqla bağlı bir problem deyil. Amma köhnə data yox. Yox, əllə də yazmaya bilərsiniz. Hələlik belə qala bilər. Yəni Vanilla JS-dən yazırıq deyə var. Bura qədər yazın. Like-dir, dislike-dir, view-dur. Nə qaldı? Details-dir. Buranı yazın. İnşallah gələn dəfədən buranı yazın tutarın ki, gələn dəfədən təzə temaya keçirik. Başqa bir şey. Yox. Bu saytın bir hissəsi var. Oranı da həll eləyirik. Təxmini bilirsiniz necə bir şey? Məsəl üçün, normalda bizdə saytda nəsə əlavə eləyəndə admin panellərdə
belə olmur. Bizdə belə yekə bir bar çıxır. Edit barı kimi bir şey çıxır. Bilirsiniz necə bir şey? Word'də var. Word açılmış. Tamam. Bu nədir? Yox. Bilirsiniz necə? Baxın siz bura Word-da nə oldu qardaş? Hə. Siz bura məsəl üçün əlavə edirsiniz, tutaq ki, news title əlavə edirsiniz. Bunun içinə girəndə tutaq ki, da oxaza bir dənə baxın, oxaza bir dənə baxın. Bax, siz buradan bunun içinə salacaqsınız. İnşallah. Bura girəndə bax, description hissəsində tək bu olmur. Baxın, burada qalın yazı var. Bunlar alt-alta düşübdür. Burada bir dənə video var, şəkil var. Burada ikonlar var. Burada list var. Başa düşdünüz? Burada list var. Mən bir dənə inputun içindəki descriptiondan bunu necə əlavə edeyim? Aydın oldu? Normalda sizdə admin panelin içində baxın belə bir hissə olur. Başlığında belə bir şeylər olan. Məsəl üçün basırsan, description üçün bold yazırsan, aşağı düşürsən, buradan bir dənə məsəl üçün basırsan image yer olur. Image qoyursan, basırsan description onu vurur. Və o gəlib düşür. Bildiniz? Hə. Ayso, gedin bunları yazın, həll edəcəyik. Nə? Qoyacam da, qoyacam inşallah. Gələn dəfə qoyuruq. Bunları həll edin, gələn dəfə onu həll edin.